sizləri. Deməli, bu videonun məqsədi odur ki, TikTokda ən ucuz jeton necə ala bilərsiniz özünüz, yəni tam rəsmi qaydada. Ay kimisə kartına pul atım, o mənə jeton vuracaq. Elə söhbət yoxdur. Özünüz tam rəsmi qaydada ödəniş edib alırsınız. Bunu necə eləmək lazımdır? YouTube'da tam ətraflı paylaşacağım. Linki də baxın buradadır. Linkə daxil olub YouTube'dan izləyə bilərsiniz. WhatsApp'da mesaj da yaza bilərsiniz mənə və yaxud da ki, qeyddən keçə bilərsiniz. Deməli, necə olur? Sona kimi izləyin mütləq, tam ətraflı öyrənin. Deməli, belədir. Baxın, link buradadır. Linkə vurdunuz, belə. Aç vurursunuz. Baxın, görürsünüz, burada göstərir. Mesaj yaz, nə bilim, qeyddən keç, YouTube'da izlə. Qiymətlər hansı baxın buradadır. Mən indi 500 jeton alacağım 8 manat 84 qəpiyə. İndi onu sizə göstərəcəm. Və sizə deyim, əgər vuranda üzünə belə link açılmazsa, tutaq ki, vurursunuz WhatsApp yazmağa açılmırsa, baxın, burada 3 nöqtə var. Bunun üzərinə belə gəlirsiniz. Tarayıcıda aç var. Tarayıcıda açı vurursunuz. Təzədən açıldı yəni həmin ekran. Burada rahat qeyddən keçə bilərsiniz. YouTube'dan rahat mənə yaza bilərsiniz. YouTube'da izləyə bilərsiniz. WhatsApp'da rahat yaza bilərsiniz mənə. Yəni, problem deyil. Burada mağazada vurub izləyə bilərsiniz. Yəni qiymətlərini də. İndi necə qeyddən keçirilir onu göstərəcəm sizə. Zəhmət olmasa sona qədər izləyin. Burada baxın, gəldik bunun üzərinə vururuq. Baxın, belə bir yer açılacaq indi. Ekran yazı gələcək. Yazıb kazanmaq üçün giriş yap. Və bunun üzərindən vurursunuz. Sonra TikTok ilə hızlı giriş, nə bilim, Apple-lə, Google, Facebook, kullanıcı adının ən gözəli baxın budur. Bir də üzərinə belə vurursunuz. Üzərinə vuranası gözləyirsiniz. Gördünüz? Yazdı ki, giriş yap. Giriş yapa vurursunuz. Giriş yapıldı. Hazır deyəcək. Bax, sizə belə olacaq. Tam hazır. Rahat şəkildə istifadə edəcəksiniz. Şimdi mən buradan 500 jeton alacağım. İndi onu almamışdan qabaq bir dənə dollar kartıma pul atım. Daxil oluram bura. İndi gəlim mən dollar kartıma burada. ABB-nin dollar kartı məndə. Yəni digər dollar kartları da ala bilərsiniz. Fərqi yoxdur, hansı olur olsun. Ben köçürmə eləyim. Kartlarım və hesablarım arasında. Deməli, bu kartıma köçürmə eləyəcəm. 8.84 faiz tut yəni. Dolların qiyməti qalxıb 2.71. Mənə burada 5.20 dollar lazımdır. Belə deyək də 8 manat 95 qəpiyə 5 jeton alacağım. 3 dolların qiyməti biz qalxımı olub. Qiymətlər qalxında bəzi jetonların qiyməti oynayır. Yəni deyim, məlumatınız olsun. 8 manat 95 qəpiyə 500 jeton alacağım. Köçürmə eləyirəm karta. Hazırdır. İndi gələn təzədən proqrama. Gəldim bura. Gəlirəm özəl yerə. Baxın, özəl var burada. Burada gəlib yazıram 500. Yaxud da kim istəsə, məsələn, burada qiymətini yazır, ödəmə tutarını yaza bilər. Məsələn, da ki 5 dollar almaq istəyirsən, 5 dollar yazırsan. Nə bilim, 55 dollar alım, 55 dollar yazırsan. Mən indi jetonun sayını yazıram, jeton sayına görə 500 jeton. Yazdım. İndi ödənişə edirəm. Gəlirəm, kartımı seçirəm. Burada kart yerləşdirmə olacaq sizdə, onu yerləşdirib ala bilirsiniz. Baxın, burada yazılır kart və ya kart, kredi kartı, bank kartı əkləyin yazır. İndi məndə dollar kartım budur, bunu vurdum. Şimdi ödəyə vururam. Yəni deyim, məlumat, dolların qiymətinin düşümü olanda daha jeton ucuz olur. Qalxma olanda biraz fərq eləyir, bir 10 qəpik, 20 qəpik fərq eləyə bilər. Bax, aldım mən jetonlarımı, hazırdır. Yükləndi bakiyəmə, hazırdır. Bax, beləsini rahat keçirsiniz, qeydiyyatdan istifadə edirsiniz. Həqiqətən superdir, yəni çox qəşəngdir, çox gözəldir. Yəni sərf eləyir almaq.
Yəni deyirəm, o qiymətlərində problem ola bilər. Dollar qalxmağına görə olur. Məsələn, dollar 1.75 1.71 nə qədər olmağa görə bəzi qiymətlər oynayıb orada. 20-30 qəpik fərq eləyə bilər. Gördüyünüz kimi belə qeyddən keçirsiniz, rahat jetonlarınızı alırsınız. Bir dollar kartı necə almaq olur onu göstərim sizə. Həlli Dostbankda göstərəcəm. Burada çox rahatdır. Baxın, çox gəldiniz proqrama. Gəlirsiniz bura. Buradan gəlirsiniz. Digital bol kart al. Gəldiniz bura, baxın üstədir. Bu da faizsizdir, bu da faizsizdir. Bunu da ala bilərsiniz, bunu da. Yəni Azərbaycan kartını hələ ki almayın, çünki biraz faiz tuta bilər. Burası üzərindən rahat alırsınız, çox rahat istifadə edirsiniz. Həqiqətən çox gözəldir, superdir. Lap gəlin məsələ girim TikTokda bakiyamı göstərim. 500 jetonum buradadır. Gəlirəm təzədən TikToka. Buradan geriyə gəlim. Açışlar, burada dondu qaldı burada. İndi gəlirəm bakiyanı göstərəcəm sizə. Telefon təzədən çıxıb TikToka gəlir, niyə donur bilmirəm da. Baxın gördüyünüz kimi jeton 500. 500 jetonum hazırda almışam. Tam rəsmi qaydada rahat istifadə edəcəm. Yəni kim istəyirsə girsin qeyddən keçsin, rahat alsın. Nəyisə bilməsə yaza bilərsiniz WhatsApp-dan mənə kömək eləyərəm.